İki perpendikular müstəvi üzərində yerləşən A və B nöqtələrindən müstəvilərin kəsişmə xəttinə AC və BD perpendikularları endirilmişdir. AC 15, BD 16 və CD 12 olarsa bizdən AB-ni soruşur. Əvvəlcə iki perpendikular müstəvi çəkək. Deməli, bu olsun alfa müstəvisi və buradan da beta müstəvisi çəkək. Bunlar bir-birinə perpendikulardır, yəni fəzadı bu cür çəkməliyik bunlar. Bunlar üzərində A və B nöqtələri yerləşir. Burada A nöqtəsi, burada da B nöqtəsi. AC və BD perpendikularlar çəkilibdir. Buradan çəkirəm AC perpendikularını. Bu C-ni biraz da nazik yazmalıyam ki, burada səliqəli görsənsin. Bir də BD perpendikuları. Baxın, bu da BD perpendikulardır. İndi bizə deyir ki, AC 15-dir. BD 16-dır və CD 12-dir. Baxın, CD burada. Rəngi dəyişin. CD burada. Buranı 12 veriblər. Bizdən A və AB məsafəsini soruşur. İndi C və B-ni birləşdirirəm əvvəlcə. CB-ni birləşdirirəm. Düzbucaqlı üçbucaq 12 və 16 Pifaqor teoremi. Bizə BC-ni verir. Deməli, 12-nin kvadratı üstə gəl 16-nın kvadratı bərabərdir BC-nin kvadratı. 144 və 256 400, BC olacaq 20. BC bura 20-dir. İndi AB-ni birləşdirsək, A və B nöqtələrini birləşdirirəm. Burada da düzbucaq alınır. Çünki bu müstəvilər bir-birinə də perpendikulyardır. Buradakı bucaq düzbucaqdır. AC 15-dir. AC-nin kvadratı üstə gəl BC-nin kvadratı bərabərdir AB-nin kvadratına. 15-in kvadratı üstə gəl 20-nin kvadratı bərabərdir AB-nin kvadratına. AB olacaq 225 və 400 625, 625 də 25-in kvadratına bərabərdir. Düzgün cavab C variantı.